Qədimi dəmir sütun Hindistan paytaxtının əsas cazibələrindən biridir. Sütun 1600 il əvvəl yaradılıb, amma paslanmır. 16 əsr əvvəl qədim metallurqların paslanmayan ərintini necə əldə etdikləri müəmmadır. Biz qədim paslanmaz poladın sirrini açıqlayacağıq. Rusiya, Baltik dənizinin sahilində yerləşən hərbi qala. 19-cu əsrdə inşa edilmişdir. Dışarıda silah bataryası qalın dəmir lövhələrlə qorunur. Metal daim dəniz suyu və yağıntıya məruz qalır. Amma metal paslanmır. Hətta çox sərt şəraitdə olsa da. Əsasən, metal məhsullardakı hərflər tökmə zamanı çıxıntılı şəkildə hazırlanır. Bu sonra sərt dəmrə vurmaqdan çox daha asandır. Delhidəki sütundakı yazı saxtadır. O sonradan əlavə olunub. Hindistanda və Rusiyanın hərbi qəsəbəsindəki dəmir sütun eyni dəmirdən, eyni texnologiyadan istifadə edilərək eyni zamanda hazırlanıb. 19-cu əsrdə qalığın tikinti tarixi düzgün göstərilmişdi və dəmir sütuna 1,5 min illik yaş verildi. Bu qədim, paslanmaz dəmir texnologiyasının sirridir.